Buongiorno amici. Dünəndən bəri, dünən axşamdan bəri dostlar, keyfli kimiyəm. Elə bilirəm ki, nəsə bir yuxu görürəm da, ilahi bu yuxudur yoxsa həqiqətdir. Demək bu Mehdiyevin şəbəkəsi, demək 95-ci ildən başlayaraq özəlləşdirmə prosesində dədəmin həyatını məhv elədilər. Tüm bizim arzularımızın üstünə beton tökdülər. Hər yana yollarımız bağlandı. Hər şeyimizi itirdik, amma şərəfimizi, adımızı itirmədik. Və xəbəri oxuyanda gözlərimi inanmadım. Kompüterə restart verdim, təzədən qoşdum, oxudum. Və ilk işim oldu ki, mamama zəng elədim. Ki, mama, gözümüz aydın, ilahi ədalət bərpa olunur, haqq ədalət öz yerini tutur. Və Mehdiyevin, Azərbaycanın bütün sahələrində, ictimai-siyasi sektor, jurnalistika, hər yanda olan şəbəkəsi elə oldu ki, mən birinci dəfə 96-cı ildə Azərbaycandan getmək məcburiyyətində qalanda, dədəmə görə, çünki ölkədə o struktur, o güc strukturu qalmadı ki, dədəmə qarşı hansısa bir cinayət işinin açılmasına nail olsunlar. O alınmayanda artıq planlar da var idi ki, məni nəsə narkotiklə, silahla həbs eləsinlər. Və ölkədən getdim, 5-6 ildən sonra qayıtdım, gəldim. Fikirləşdim ki, hər şey yaxşıdır. Öz fəaliyyətimlə bağlı bu səfər mənim problemlərim başladı. Yenə də Mehdiyevin qara siyasına tuş gəldim. Başda Azərbaycanın ictimai-siyasi sektorunun ikinci Yekaterinası əxlaqsız Xədic İsmail olmaqla bütün onun şəbəkəsi mənim haqqımda da yaymadıqları şaya qalmadı ki, mən nə bilim, MTN, onda MTN idi, MTN agentiyəm, mən nə bilim, Mossad agentiyəm, mən nə bilim, dünyanın bütün kəşfiyyat qurumlarının agentiyəm, mən mafiyayam, mən cinayətkaram, mən nə bilim, qara əməllərim var. Və 16 oktyabr, 15-16 oktyabr hadisələrinin təşkilatçısı kimi idi, həmən bax bu Mehdiyev idi, sponsoru həmən bax bu Mehdiyev idi. Bütün Azərbaycanda baş verən bütün şeylərin hamısının sponsoru Mehdiyev idi. Çünki Mehdiyev Rusiyanın Azərbaycandakı canişini idi. Və bu həbsələ başlanğıcdır. Bu şəbəkə görəcəksiniz ki, nə qədər atlar, nə qədər adamlar burada gedəcək. Dünən xəbəri oxuyanda təsəvvür edin ki, gözlərimdən yaş sel kimi gəlirdi. Nəyə görə? İllərlə gözlədiyim hadisə baş verdi. Şükür ilahi ədalətə, şükür Allaha. Nəhayət ki, bu oldu. Və ilk işim oldu, mamama zəng elədim. Dünən danışmışdım. Amma axşam yenə onu oxuyandan sonra zəng elədim ki, mama, görsən, haqq ədalət necə bərpa olur da, Allahın kərəminə qurban olum. İndi bilmirəm, sevinirəm, bilmirəm, kədərlənirəm, bilmirəm, nə bilim nə. Bütün o həyatım, bütün o ailəmizin həyatı, bu son, bu 95-ci ildən bu günə kimi, bütün o günlər, bütün o qanlı qadalı günlər kino kimi gəlir, gözümün qabağından keçir. Və məndə ən böyük ikrah hissi doğuran bilirsiniz nədir? Mehdiyevin vaxtında qorxudan onun adını çəkməyən çaqqal sürüsü jurnalistlər, nə bilim, ictimai-siyasi sektor, bugün hamısı Mehdiyevə artıq yıxıb sürməyə başlayıblar. Mən bunu izləyicilərim hamısı bilir ki, Azərbaycanda yaşayanda da, Azərbaycandan kənarda olanda da, Mehdiyev vəzifədə olanda da, həmişə mən onun haqqında öz mövqeyimi açıq qoymuşam ortalığa. Təhqirə qədər eləmişəm mən onu. Boz kardinal, boz karapet həmişə deyirdim ona. İndi bugün sizə baxıram, yəni sizin o xoruza görə utanıram mən o haqda post yazmağa. Ola bilsin ki, bu axşam, ola bilsin ki, sabah bununla bağlı kanalımda video yayım eləyəcəm və hələ fikirləşirəm, bəlkə ola bilsin ki, ölkə başçısına, cənab prezidentə video müraciət elədim. Bəzi məsələlər var onunla bağlı. Nə də heç kim fikirləşməsin, mən üzr istəmək üçün filansın. Mən heç kimin qarşısında günahım yoxdur. Nə Ali Baş Komandanın, nə dövlətimin, nə xalqımın, nə ailəmin, heç kimin. Nə də o sözü xahiş edirəm kimsə mənə deyəndə ki, bir dənə video müraciət elə prezidentə belə filan. Mənim problemim Rusiyanın Azərbaycandakı canişini idi və eyni zamanda Rusiyadır. Hələ Rusiyanın 5-ci kolonu təmizlənməsi üçün xeyli vaxt lazım olacaq bizə. Bu həbslər davam edəcək. Atiçerin sunduğu Ruslar Vadisi devam ediyor. Belə işlər, dostlar. Allah Azərbaycanımızı qorusun.
Çox şükürlər olsun bu günə. Çox xoşbəxtəm.